İnsanın ən birinci öyrənəcəyi elm həyatında, İslam'a daxil olduqda, madəm ki iman gətirib, ən birinci öyrənəcəyi elm tövhid olmalıdır. Özü ilə Allah arasında olan bağı, inancı qurmalıdır. Və bununla bərabər onun tövhidinə xələl gətirən əməli də öyrənməlidir, bilməlidir. Tövhidin əksi nədir? Allaha ortaq qoşmaq. İnsan tövhidi bilməklə yanaşı şirki də bilməlidir. Hətta ona düçar olmasın. Çünki tövhid ən əzəmətli elmdir və eyni zamanda da ən böyük və ən ağır günah Allaha ortaq qoşmaqdır. İnsan bunu bilməlidir, bundan agah olmalıdır ki, o əmələ düçar olmasın. Baxın, aqil insan, hər bir iman daşıyan, hər bir ağıl sahibi düşünməlidir. Allah Teala açıq aydın bəndələrinə bildirir. Məyər biz sizə düşünə biləcək bir kimsənin düşünəcəyi qədər ömür vermədi kimi. Ona görə insan üçün ömür bir fürsətdir. O ömründən yararlanmalıdır. Allahı düzgün şəkildə tanımalıdır. Ona ortaq qoşmamalıdır. O əməl ki insanın əməlini puç edir, onu əbədiyyən cəhənnəmə düçar edir, insan ondan həzər etməlidir, çəkinməlidir. Hansı ki insanı əbədiyyən bağışlanmaz bir hala salır Allah qatında. Ona görə dəyərli qardaşlar, insan bilməlidir ki, günah, xüsusən də şirk insanın əbədiyyən cəhənnəmə daxil olması üçün səbəbdir. Allah hər birimizi qorusun. Bəli, əziz qardaşlar, mömin, iman gətirən insan daim qəlbində qorxu hissi olmalıdır Allaha ortaq qoşmaqdan. Qəlbində tövhidi uca tutmalıdır. Allahı təkləşdirməyi uca tutmalıdır. Günahların ən böyüyü olan şirkdən çəkinməlidir.